Gürcüstanın xarici siyasət kursu və Avropa İttifaqı ilə münasibətlər parlamentin plenar iclasında müzakirə olunub. Hakim partiyanın nümayəndələri ölkənin xarici siyasətinə diqqət çəkərək bildiriblər ki, Avropa İttifaqı Gürcüstana qarşı ədalətsiz siyasət aparır. Onlar Avropa İttifaqı ilə dialoqun bərpası məsələsini də gündəmə gətiriblər. Gürcüstan üçün partiyasının üzvləri isə hökuməti sərt tənqid edərək Gürcü arzusunun demokratik dəyərlərlə mübarizə apardığını və yalnız hakimiyyətin möhkəmləndirilməsinə çalışdığını qeyd ediblər. Bu dəqiqələrdə parlament Gürcüstanın xalq müdafiəçisini dinləyir. Levan İoselyani deputatlara insan hüquqları və azadlıqların vəziyyəti ilə bağlı illik hesabatın əsas tendensiyalarını təqdim edib. 428 səhifəlik sənəddə əsas məsələlərdən biri 2025-ci ildə parlament tərəfindən qəbul edilən qanunvericilik dəyişiklikləridir. Hesabatda qeyd olunur ki, bu dəyişikliklər ölkədə insan hüquqlarının lazımi səviyyədə qorunmasına mane olur. Ombudsman hesab edir ki, son qanunvericilik dəyişiklikləri ifadə azadlığı və pluralizm üçün risk yaradır. Məhkəmə proseslərinin işıqlandırılmasının məhdudlaşdırılması isə ədalət mükafatlarının şəffaflığını ciddi şəkildə zəiflədir. Hesabatın geniş hissəsi 2024 və 2025-ci illərdə keçirilən etiraz aksiyaları zamanı qeydə alınan pis rəftar halları və onların səmərəsiz araşdırılmasına həsr olunub. Sənəddə ictimai vəzifəlilərin siyasi və ictimai mövqelərini ifadə etdiklərinə görə vəzifədən azad olunması hallarına da diqqət çəkilir. Həmçinin işğal olunmuş ərazilər və işğal xətti boyunca yerləşən kəndlərdə insan hüquqları pozuntuları ilə bağlı problemlər qeyd olunur. Sənəddə penitensiar sistemdə sıxlıq və qeyri-rəsmi idarə etmə tənqid edilir. Yoxsulluq isə əsas problemlərdən biri kimi göstərilir. Hesabatda qadınlar, uşaqlar və yaşlılar hüquqlarına və xüsusi diqqət ayrılır. Levan İoselyani'nin təqdimatından sonra iclas sual-cavab rejimində davam edəcək. Avropa Şurasının Parlament Assambleyası sabah debatlar keçirəcək və Avropa Şurasına üzv dövlətlərin öhdəliklərinin yerinə yetirilməsinə Nəzarət Komitəsi tərəfindən hazırlanmış Gürcüstanda demokratik institutların fəaliyyəti haqqında hesabatı səs verməyə çıxaracaq. Hesabatın həm məruzəçiləri Edita Estrela və Sabina Cudiçdir. Assambleyada qeyd edilir ki, əvvəlki qətnamələrdən sonra Gürcüstanda demokratiyanın geriləməsi davam edib və hökumət heç bir tövsiyəni yerinə yetirməyib. Sənəd müxtəlif partiyaların qadağan edilməsi təşəbbüsünün və onların liderlərinə, o cümlədən Nika Melia və Elina Xoşdariyaya qarşı siyasi motivli təqiblərin dərhal dayandırılmasını tələb edir. Eyni zamanda repressiv qanunların ləğvi tələb olunur. Buraya cinayət məcəlləsinə dəyişikliklər, xarici təsirin şəffaflığı və xarici agentlərin qeydiyyatı haqqında qanunlar, həmçinin inzibati xətalar məcəlləsi daxildir. Sənəd vətəndaş cəmiyyəti və media üzərində təzyiqlərin dayandırılmasına, təhsil islahatlarının şəffaf aparılmasına və etiraz aksiyaları zamanı polis zorakılığı və işgəncə iddialarının, o cümlədən kimyəvi maddələrin istifadəsinin effektiv araşdırılmasını tələb edir. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası və açıq siyasi dialoqun başlanması vurğulanır. Sənəd üzv dövlətləri Gürcüstana qarşı dövlətlərarası iddiaların qaldırılmasını da nəzərdən keçirməyə çağırır. Gürcüstan prezidenti, baş nazir, parlament sədri və baş nazir müavini hüquq mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri dövlət mühafizəsinin xüsusi xidmətinin yaranmasının 32-ci il dönümü münasibətilə təbrik ediblər. Yubileyə həsr olunmuş tədbirdə çıxış edən prezident, baş nazir, parlamentin sədri və baş nazir müavini xidmət əməkdaşlarının yüksək peşəkarlığını vurğulayaraq onlara dövlətə xidmətlərinə görə təşəkkür ediblər. Xidmətin fəaliyyəti və gələcək planları barədə Anzor Çubinidze məlumat verib. Bugün həmçinin vəzifə borcunu nümunəvi yerinə yetirdiyinə görə 32 əməkdaş müxtəlif dərəcəli medallarla təltif olunub. Dövlət naziri qurumun infrastrukturunu, atıcılıq poligonunu və avtomobil muzeyini də ziyarət edib. Tədbir çərçivəsində mühafizə olunan şəxsi hücum və təxliyə, həmçinin kinoloqun nümayiş etdirici təlimi keçirilib. Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının iddiasını təmin edərək Gürcüstanla bağlı bir neçə iş üzrə qərar çıxarıb. Strasbourg Məhkəməsi Georgi Ançuelidze və digər Gürcü hərbiçilərin işgəncə və qətlinə görə Rusiyanı məsuliyyətli hesab edib. İş əsasən 2008-ci il 9-11 avqust tarixlərində 3 Gürcü hərbi əsirinin işgəncə və öldürülməsinə, həmçinin 9-19 avqust tarixlərində digər sağ qalan hərbi əsirlərə qarşı mümkün işgəncə halları
hüquqları ilə bağlı şikayətləri əhatə edir. İşlər arasında Malaçini və digərlər Rusiyaya qarşı işi də var və bu 2008-ci il Gürcüstan-Rusiya silahlı münaqişəsi zamanı baş verən ağır insan hüquqları pozuntularını əks etdirir. Qərara əsasən Rusiya Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci və 3-cü maddələrini pozub. Məhkəmə Rusiyanı qərarın qəti qüvvəyə minməsindən sonra 3 ay ərzində ailələrə mənəvi ziyana görə kompensasiya ödəməyə məcbur edib. Bek Acamişvili bildirib ki, Strasburq məhkəməsinin qərarı Gürcüstan və Gürcüstan əhalisinin növbəti qələbəsidir. Çünki əsas məqsəd ölkənin və hərbiçilərin ləyaqətinin beynəlxalq məhkəmələrdə müdafiəsi olub. Onun sözlərinə görə, Gürcüstan hökuməti Rusiyanın 2008-ci il müharibəsi zamanı həyat hüquqlarının pozulması və işgəncə ilə bağlı işdə üçüncü tərəf kimi prosesə qoşulub. Hökumət məhkəməyə sübutlar və arqumentlər təqdim edərək Rusiyanın konkret şəxslərin həyat hüququnu pozduğunu və işgəncə törətdiyini əsaslandırıb. Camişvili qeyd edib ki, Gürcüstan tərəfi işin aparılmasını elə idarə edib ki, əvvəlki hakimiyyət dövründə itirilmiş və ya zəif aparılmış işlər yenidən müsbət istiqamətə yönəldilib. Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi Georgi Ançoelidze və digər Gürcü hərbiçilərin işgəncə və qətlinə görə Rusiyanı məsuliyyətli hesab edib. İş Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası tərəfindən təqdim edilən şikayət əsasında araşdırılıb. Gürcüstan Parlamenti İctimai Yayımı Müşahidə Şurasının 2 üzvünü seçib. Girgol Murğulya və David Kartvelişvili. Girgol Murğulya Gürcü Arzusu fraksiyası tərəfindən namizəd göstərilmişdi və onun namizədliyini 82 deputat dəstəkləyib. 4 nəfər isə əleyhinə səs verib. Xalqın Gücü Partiyasının namizədi David Kartvelişvili isə 83 səs ilə Şura üzvlüyünə seçilib. Səs vermə zamanı Gürcüstan üçün fraksiyasının təqdim etdiyi 3 namizəd Tea Gegenova, Elisok Abadadze və Temuraz Kekelidze kifayət qədər səs toplaya bilməyib. Parlament sədri bildirib ki, rəqabətdə əsasən təqdim olunan namizədlərdən biri yenidən irəli sürülə bilər. 1 iyuldan isə yeni qaydalar qüvvəyə minir və buna əsasən komissiya olmadan eyni və ya yeni namizədlərin irəli sürülməsi mümkün olacaq. Milli Hərəkat Partiyasında daxili qarşıdurma davam edir. Partiyanın struktur yenilənməsi və fəaliyyət strategiyası ilə bağlı fikir ayrılıqları fonunda məlum olur ki, bu partiyada vaxtilə müxtəlif alyansına qoşulmaq məsələsində də fərqli mövqelər olub. Həbsdə olan sabiq prezident Mixail Saakashvilinin dəstəklədiyi Nanuqa Jorjolyani hesab edir ki, Milli Hərəkat müxalif birlikdən çıxmalıdır. Tina Bokuçava isə alyansdan çıxma ideyasını qeyri-ardıcıl addım kimi qiymətləndirir. Partiya rəhbərliyinin fəaliyyəti məhkəmə prosesində sabiq prezident tərəfindən də tənqid edilib. Saakashvili həmçinin müxalif partiyaların tənqidindən çəkinməyərək Axali Partiyasını və Lelonu biznes layihəsi kimi qiymətləndirib. Milli Hərəkatın müxalif birlikdə qalacağı, yoxsa onu tərk edəcəyi yaxın günlərdə Partiya Şurasının iclasına müəyyən ediləcək. Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın baş nazir, müavini və hüquq mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri Mamuk Amitinaradziyenin təhqir edilməsi ilə bağlı iş üzrə Mamik Kvirkelyanı 4000 lari məbləğində cərmələyib. Bu fakt nifrət nitqinə qarşı mübarizə idarəsi tərəfindən aşkara edilərək məhkəməyə göndərilib. Məlumata görə Mamik Kvirkelya sosial şəbəkədə bir media paylaşımına şərh yazaraq Mamuk Amitinaradziyeni təhqir edib. İş İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə aparılıb. Hakim bildirib ki, Kvirkelyanın ifadəsi söz azadlığı çərçivəsinə daxil deyil və bu nifrət nitqi və şəxsi təhqir hesab olunur. Məhkəməyə gəlməməsi isə hakim tərəfindən məhkəməyə hörmətsizlik kimi qiymətləndirilib və maksimal cəza tətbiq edilib. Rusiyanın Ukraynanın Krivoy Rog şəhərini bombalaması nəticəsində mülki əhali arasında itkilər qeydə alınıb. Ukrayna mediasının məlumatına görə Rusiya ordusu şəhərə hücum zamanı ballistik raketlərdən istifadə edib. Nəticədə 3 nəfər həlak olub, 19 nəfər yaralanıb, onlardan 5-nin vəziyyəti ağırdır. Aleksandr Vilkul bildirib ki, zərbənin hədəfi mülki infrastruktur obyektləri olub. Bugün həmçinin Rusiyanın fövqəladə hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə dövlət sisteminin yaydığı məlumata görə ölkənin 15 regionunda raket təhlükəsi elan edilib. Qısa müddət əvvəl isə Moskva vilayətində də raket təhlükəsi rejimi tətbiq olunub.
Ukrayna prezidenti Volodymyr Zelenski Qdanska keçiriləcək Ukraynanın bərpası konfransında iştirak etməyəcək. Məlumata görə Ukrayna nümayəndə heyətinə baş nazir Yuliya Sviridenko rəhbərlik edəcək. Onun sözlərinə görə konfransda xüsusilə energetika sahəsində mühüm razılaşmaların imzalanması planlaşdırılır. Son dövrdə Polşa və Ukrayna arasında münasibətlər gərginləşib. Buna səbəb Polşa prezidenti Karol Nawrotskinin Zelenskidən Ağ Qartal orderini geri alması olub. Polşa mediasının məlumatına görə Ukrayna üsyançı ordusu 1943-cü ilin iyulunda təxminən 150 Polşa yaşayış məntəqəsinə koordinasiyalı hücum həyata keçirib. Zurab Ətəradze Batum Şota Rustaveli Dövlət Universitetinin akademik və inzibati heyəti ilə görüş keçirib. Görüşdə universitetdə həyata keçirilən və planlaşdırılan layihələr, təhsil və elmi tədqiqat mühitinin inkişafı, eləcə də tələbə və akademik heyət üçün dəstək mexanizmləri müzakirə olunub. Zurab Ətəradze bildirib ki, Macarıstan hökumətinin əsas prioritetlərindən biri regional aparıcı ali təhsil müəssisəsinin institusional gücləndirilməsidir. 2026-cı ildə universitetin ehtiyacları üçün 6 milyon laridən çox vəsait nəzərdə tutulub. Bu vəsait infrastruktur layihələrinin maliyyələşdirilməsi, elmi tədqiqat işlərinin inkişafı, müəllim heyətinin gücləndirilməsi, tələbələr üçün stimallaşdırılma proqramları və təqaüd sisteminin genişləndirilməsi üçün istifadə olunacaq. Görüşün sonunda universitet əməkdaşlarının inkişafla bağlı fikir və təkliflər dindirilib və əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.